Koç bürcü 13 noyabr 2025-ci il. Bugün bir çox faydalı işlərlə məşğul olmaq üçün münasib gündür. İstər bunları tək başına, istərsə də kiminsə köməyi ilə görsəniz. Ola bilsin ki, təkcə sizi deyil, ətrafınızdakı insanları da maraqlandıran məsələləri həll etməli olasınız. Sizdən çox şey gözləniləcək, amma nəticə məyus edici olmayacaq. Sadəcə işlərinizin hamısı asan və tez başa gəlməyəcək. Bir qədər zəhmət çəkməli olacaqsınız. Qeyri-adi görüşlər, maraqlı tanışlıqlar mümkündür. Fərqli insanlarla asan ünsiyyət quracaq. Bəziləri ilə isə səmimi dostluq münasibətləri yaranacaq. Bəzi qoçlar haqqında çox eşitdikləri insanlarla qarşılaşacaq. Yeni romantik hisslər və münasibətlər başlaya bilər. Boğa bürcü 13 noyabr 2025-ci il. Bir çox işlər uğurla alınacaq. Uzun müddətdir düşündüyünüz planları həyata keçirmək və ya mürəkkəb, vacib bir işi başa çatdırmaq üçün münasib zamandır. Əvvəllər buraxılmış səhvləri düzəltmə imkanı da olacaq. Bundan sonra həyatınız xeyli asanlaşacaq. Gün uzun müddətli planlar qurmaq üçün də uyğundur. Siz vəziyyəti real qiymətləndirəcək. Boş ümidlərə qapılmayacaq. Planlarınızı gerçəkləşdirə biləcəksiniz. Qeyri-adi təkliflər mümkündür. Sizi maraqlı bir tədbirə dəvət edə, səyahətə çağırar və ya orijinal ideya ilə maraqlandıra bilərlər. Amma bütün bunlar sizi nə qədər ruhlandırsın, yenə də sağlam düşüncəni qoruyacaqsınız. İntuisiyanız sizə hansı hallarda razılıq verib, hansı hallarda nəzakətlə imtina etməyin daha doğru olduğunu göstərəcək. Əkizlər bürcü 13 noyabr 2025-ci il. Bugün nə qədər gözlənilməz hadisələr olsa da siz sakitliyinizi, özünüzə inamı qoruyacaqsınız. Ətrafınızdakılar çaşqınlıq içində olarkən siz necə davranmağın doğru olduğunu tez anlayacaqsınız. Əkizlərin liderlik keyfiyyətləri bugün çox şeyə yarayacaq. Siz həm başqalarına dəstək verəcək, həm də ümumi məsələlərin həllində önəmli rol oynayacaqsınız. Yeni orijinal ideyalar yaranacaq. Dostlar və yeni tanışlar bu fikirləri məmnuniyyətlə dəstəkləyəcəklər. Bəziləriniz əvvəllər mümkünsüz görünən bir planı həyata keçirmək üçün kömək və dəstək alacaqsınız. Xərçəng bürcü 13 noyabr 2025-ci il. Bugün diqqət mərkəzində olmaqdan çəkinməyin. Öz bacarığınızı nümayiş etdirmək istəyənlər üçün imkanlarla dolu olacaq. Yeni tanışlıqlar asan baş tutacaq. Müxtəlif insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməyəcəksiniz. Bu xüsusilə işini dəyişmək və ya şəxsi biznesə başlamaq istəyən xərçənglər üçün faydalıdır. Ola bilsin ki, yaxın günlərdə sizə maraqlı təkliflər edilsin. Maliyyə vəziyyətiniz ümumilikdə əlverişli olacaq. Lakin düşünülməmiş xərclərdən və riskli layihələrə sərmayədən çəkinin. Lazımi alış-verişlər mümkündür. Amma yalnız doğrudan da ehtiyac duyduğunuz şeyləri alın. Şir bürcü 13 noyabr 2025-ci il. Bugün çox iş görmək mümkündür. Sadəcə vaxtınızı boş mübahisələrə, mənasız söhbətlərə sərf etməyin. Yeni bir işə başlamaq və ya maraqlandığınız sahədə özünüzü sınamaq üçün gözəl fürsətdir. Bugün qazandığınız təcrübə gələcəkdə sizə çox kömək edəcək. Yaradıcılıq və qeyri-adi düşüncə tələb edən sahələrdə özünüzü xüsusilə yaxşı göstərəcəksiniz. Maliyyə vəziyyətiniz sabit olacaq. Amma ani istəklərə uymayın. Faydasız şeylərə çox pul xərcləməyin. Əvvəldən planlaşdırılmamış iri alış-verişlərə tələsməyin və ciddi öhdəliklər götürməyin. Qız bürcü 13 noyabr 2025-ci il. Bugün ehtiyatlı davranın, heç nəyə tələsməyin. Tələsik qərarlar yanlış nəticələr gətirə bilər. Bəzi qızlar üçün gün emosional sınaqlarla dolu olacaq. Əvvəllər sizi tez anlayan insanlar bugün daha həssas davranacaq. Zarafatları və tənqidləri səhv anlaya bilərlər. Əgər fikir ayrılığı yaranarsa, biraz fasilə verib duyğularınızı təmizləyin. Sonra problemi sakit şəkildə həll etməyə çalışın. Pul xərcləməyə tələsməyin. İlk baxışda sərfəli görünən alış-veriş və ya razılaşmalar gözlədiyiniz nəticəni verməyə bilər. Əyləncə və istirahət üçün nəzərdə tutulmuş xərclərdə də ölçülü olun. Əvəzində qənaət və maliyyə ehtiyatı yaratmaq üçün əlverişli gündür. Tərəzi bürcü 13 noyabr 2025-ci il. Bugün istirahətə deyil, vacib işlərə yönələn tərəziləri bir çox maraqlı imkanlar gözləyir. Qarşınıza konkret məqsəd qoyun və ona doğru əzmlə irəliləyin. Nəticələr sizi sevindirəcək. Ən cəsarətli planlarınız belə həyata keçə bilər. Yetər ki, diqqəti yayındırmayasınız. Maliyyə sahəsində yaxşı dəyişikliklər, gözlənilməz gəlir və sərfəli razılaşmalar mümkündür. Sadəcə düşünülməmiş xərclərə yol verməyin. Əqrəb bürcü 13 noyabr 2025-ci il. Bugün bir çox yeni başlanğıclar üçün münasibdir. Hətta adi işlər belə sizə maraqlı görünəcək. Çünki siz onlara yaradıcı yanaşacaqsınız. Ətrafınızdakılar da əhvalınızı hiss edəcək və təşəbbüslərinizi dəstəkləyəcəklər. Birlikdə həm cari məsələləri həll edəcək, həm də mühüm bir məqsədə çatacaqsınız. Köhnə dost və tanışların bir vaxtlar irəli sürdüyü ideyalara yenidən baxmağa dəyər. Bu dəfə onları daha obyektiv qiymətləndirə biləcəksiniz. Maliyyə baxımından gün uğurludur. Alış-verişlər həm zövq, həm də real fayda gətirəcək. Sərmayələr isə gəlir verəcək.
Oxatan bürcü 13 noyabr 2025-ci il. Bugün maliyyə məsələlərinə diqqət edirin. Gözlənilən gəlir bir qədər gecikə və ya xərclər artaraq sizi çaşdıra bilər. Amma narahat olmağa dəyməz. Diqqətli davranmaqla problemlərin qarşısını ala bilərsiniz. Planlaşdırılmamış borc və kreditlərdən uzaq durun. Bugün qənaət və ölçülü xərcləmə daha faydalı olacaq. Qalan sahələrdə gün yaxşı gedəcək. Toplanmış işləri həll edə. Əvvəl başladığınız layihələri tamamlaya biləcəksiniz. Yeni təşəbbüslər üçün də münasib vaxtdır. Kömək etmək istəyən insanlar tapılacaq. Oğlaq bürcü 13 noyabr 2025-ci il. Səbir və inatkarlığınız sayəsində siz bugün heç kimin ümid etmədiyi bir yerdə uğur qazanacaqsınız. Bəzilərinə ideyalarınız dərhal xoşa gəlməsə də siz tezliklə onların rəğbətini qazanacaqsınız. Öz nailiyyətləriniz barədə danışmaqdan çəkinməyin. Bu sizə gələcəkdə daha çox dəstək qazandıracaq. Maliyyə vəziyyətiniz sabit olacaq. Əlavə gəlir gətirəcək layihələr və ikinci işlə bağlı təkliflər mümkündür. Bunları diqqətlə nəzərdən keçirin. Dolça bürcü 13 noyabr 2025-ci il. Bugün asan keçməyəcək, amma siz bütün çətinliklərin öhdəsindən gələcəksiniz. İşlər çox olacaq. Bəziləri başqalarına kömək üçün vaxt ayırmalı olacaq. Amma siz balansı qoruyacaq, həm başqalarına, həm də öz işlərinizə vaxt tapacaqsınız. Maliyyə baxımından ciddi dəyişikliklər gözlənmir. Böyük xərclər və ya borc götürməzdən əvvəl yaxşı düşünün. Vacib alış-verişləri bir qədər sonraya saxlamaq daha məqsədə uyğundur. Balıqlar bürcü 13 noyabr 2025-ci il. Bugün maliyyə məsələlərinin həlli üçün münasibdir. Ticarət, müqavilələr, iri alış-verişlər uğurlu olacaq. Öz biznesi olan balıqlar yeni müştərilər tapacaq. Fəaliyyət sahəsini genişləndirəcək. Yeni iş açmaq istəyənlər üçün də ilk addımı atmaq üçün doğru zamandır. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik mümkündür. Yeni tanışlar sizi hər zaman dəstəkləməyə bilər. İntuisiya da bəzən sizi çaşdıra bilər. İnsanların sözlərini düzgün anlamaq çətin ola bilər. Buna görə də sual verməkdən çəkinməyin. Yaxınların məsləhətləri və təcrübəsi sizə düzgün istiqamət tapmaqda kömək edəcək.